Azərbaycanda məşhurdur, tiktokerdir. Və o danışırdı bugün ki, neçə dəfə artıq o çıxıb qabağıma onun o sözü deyir ki, əvvəllər mən o dövlət işində işləyəndə hələ tiktoker olmamışdan öncə, yəni ki, elə də gəlirim yox idi, doğrudan kasıb yaşayırdım, amma çox xoşbəxt idim deyir. İndi qat-qat gəlirim çoxdur, amma orada məsələ nədən ibarətdir? Orada bu insanın rejimi tamamilə pozulub. Gecə 3-də, 4-də, 5-də PK oynayırlar, nə bilim yayımlar açırlar. Yəni tamamilə rejim pozulub. Yəni rejim pozulan halda bu psixi sağlamlığa da, fiziki sağlamlığa da birbaşa zərərdir. Bax, məsələ, söhbət əslində mən ondan başladım. Sonra bir dənə başqa mövzu. İnsanın evi insan haqqında çox bir şey deyir də, çox şeylərdən xəbər verir bizə. Ondan da biraz danışdım. Yəni mövzu iki mövzudur. Yəni özünüz nə istəyirsiniz onunla bağlı, bax məsələn yaza bilərsiniz də bura. Məsələn, kimdə rejim pozulanda, yuxu ilə bağlı, çox iş rejimi gərgin olanda necə hiss edirsiniz özünüzü məsələn, düzdürmü? Sonra siz də başqa kimlərinsə evinə gedəndə, evə içəri daxil olan kimi deyə bilərsiniz, məsələn, burada necə insanlar yaşayır, nətər, yəni ki, lap birinci dəfə gəlmisiniz, hələ ev yerisini o qədər də tanımırsınız, məsələn, düzdürmü? Amma yəni ev bir çox şeylərdən insan haqqında xəbər verir.